Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat, dəyərli böyüyümüz, ağsaqqalımız. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmdü sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə, və qiyamət gününə dək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha. Allah Teala bizləri bu cür gözəl, xeyirli məclisdə cəm edib topladı. Həqiqətən də insanların xeyir üzərə cəm olub toplanmaları, orada Allahı xatırlayıb onu zikr etmələri, Rasul sallallahu aleyhi və səlləmin şərafətli hədislərindən oxuyub bir-birlərinə xatırlamaları, alimlərin, salihlərin, xeyirli insanların, nəsihətlərin yada salmaları Allah yanında ən qiymətli, ən dəyərli məclislərdən, əməllərdən, ibadətlərdən sayılır. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, İnsanlardan bir cəmaat Allahın evlərindən birində toplaşıb Allahı zikr edirlər. Qarşılıqlı bir-birlərinə ayələr, hədislər oxuyurlar. Allah Teala ora öz sakitçiliyin, əminamanlığın indirib nazil edir. Onlara Allahın rəhməti bürüyür. Mələklər qanadları ilə o məclisi əhatəyə alır. Allah Teala orada oturanların adların səma əhlinin yanında çəkib zikr edir. İlim məclisinə Allah Subhanahu Taala'nın bəxş eləmiş olduğu mükafat. Oranı əminamanlıq, rahatçılıq bürüyür. Allahın rəhməti nazil olur. Mələklər elm məclisin qanadları ilə əhatəyə alırlar. Allah Teala orada oturanların adların səma əhlinin yanında çəkir. Kim elm öyrənmək üçün gəlirsə, mələklər qanadların həmin şəxslərin ayağının altına sərir. Mələklər hörmət əlaməti olaraq onların fəzilətli, xeyirli iş gördüklərinə görə qanadların elm öyrənmək üçün, yaxşı, xeyir, fayda üzərə toplaşmaq üçün gələn şəxslərin ayağının altına sarırlar. Allah Teala cənnətə gedən yolları asanlaşdırır. Allah Teala onları bağışlayıb əfv edir. Bu məclislərin də mükafatı yalnız və yalnız qiymətli cəmaat cənnətdir. Rasul sallallahu aleyhi və səlləmin buyurub bizlərə xatırlatdığı kimi. Allah həmd olsun, uca Allah bizlərə öz rəhməti ilə, öz fəziləti ilə, öz neyməti ilə əzəmətli günlər yaşamağı nəsib edir. Cəmaat olaraq, xalq olaraq, ölkə olaraq, hamılıqla çox gözəl, əzəmətli tarixi günləri yaşayırıq. Nəinki ölkə tariximizdə bu təqvim, bu əməllər, bu hadisələr İslam tarixində qeyd olunub, zikr olunur. Müsəlmanların, müsəlman ölkənin kafirlər üzərində, kafir qövm üzərində qələbə çalıb müzəffər olmaları. Həm ölkə olaraq bizim tariximizə bu düşdü. 2020-ci il 2-ci Qarabağ 44 günlük döyüşlər, həm də İslam tarixində bu yazıldı artıq. Kafirlər üzərində qələbə çalıb, onlardan bu qədər torpağı alıb, onları qovub çıxardan. İslam tarixində bu yazılıb, həcc oldu. Həqiqətən də bu Allahın köməkliyi, Allahın yardımı sayəsində oldu. Çünki hər bir qələbə, hər bir zəfər, hər bir nimət hamısı aləmlərin Rəbbi olan Allah tərəfindəndir. Necə ki, uca Allah bizə bunu Quran-ı Kərimdə çoxlu-çoxlu ayələrdə buyurur.
qalib olmaq, müzəffər olmaq, zəfər çalmaq, nemətlər hamısı aləmlərin Rəbbi olan Allah Teala tərəfindəndir. Allah Teala bizlərə Quran-ı Kərimdə buyurur ki, onlarla döyüşəndə sizə arxadayaq olan Allah idi. O atırdınız ha, əslində atan Allah idi. Allahın müvəffəqiyyəti ilə atılan güllələr gedib hədəfini tapırdı. Atılan bombalar gedib hədəfə tuş gəlirdi. Allah istəməsəydi, nə qədər güclü silahlar olursa olsun, necə güclü avtomatlar, tanklar, güllələr olursa olsun, o hədəfinə çatmayacaq. Necə ki, onlar da eynisini atırdılar, amma hədəfə dəymirdi. Allah izin vermirdi. Atırdılar dinc əhaliyi öldürmək üçün, şəhərləri partlatmaq üçün, o bombalar partlamırdı. Allah izin vermirdi. Allah çünki söz Quran-ı Kərimdə buyurur, möminləri qorumaq bizim üzərimizə haqq oldu. Müsəlmanları xilas eləmək bizim boynumuzda haqq oldu. Allah Subhanahu taala o kafirin, o düşmənin hiləsin bizdən və bizim cəmaatımızdan, bizim xalqımızdan qorudu. Ən başda Allahın bizə bunu bəxş etməsi, bizi müzəffər etməsi. Sonra ölkə başçısının, əmir sahibinin düzgün addımları, düzgün siyasəti. Neçə illər çalışdı, arzuladı, səy göstərdi ki, müharibə olmasın. Sülh yolu ilə həll olsun bu məsələlər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, düşmənlə qarşılaşmağı təmənna etmir. Müharibə olmasın. Bizim dinimiz, İslam dini sülhə, əmin-amanlığa, barışmağa çağırır. İllər boyu xaricdən və daxildən nə qədər təzyiqlər olmasına baxmayaraq, istədi ki, sülhlə dinc əhali qırılmasın, hətta düşmən bir olmuş olsa. Və özləri çıxıb geçsinlər bizim torpaqlarımızdan. Çox çalışdı. Bu da Allah Taala'nın onu düzgün istiqamətləndirib, düzgün yönləndirməsidir. İstər beynəlxalq arenalarda, istər ölkə daxilində daima düşmən olsalar belə onlara əxlaq göstərdi. Onları təltif elədi. Hətta Qarabağ döyüşlərindən bir neçə illər qabaq, yəni İslam olimpiyadalarında və yaxud da beynəlxalq olimpiyadalarda özümüz də gördük ki, düşmən gəldi, bizim ölkəmizdə qızıl medal aldı. Və onun medalla özü təltif elədi. Halbuki onlar həmişə bizə öz ölkələrində olan müsabiqələrdə cobud qarşılayırlardı. Nəinki öz ölkələrinə olan müsabiqələrdə, hətta xaricdə məsələn müsabiqə olurdu. Görürdün ki, erməni idmançı, Azərbaycanın idmançıya qarşı hörmətsizlik eləyir, bayrağa hörmətsizlik eləyir, İslama hörmətsizlik eləyir və s. Amma biz elə olmadıq. Bizim müsəlman ölkəmiz, müsəlman xalqımız, müsəlman başçımız əxlaq göstərir və bu müharibəsiz artıq qazanılan qələbələr idi. Həqiqətən də əmr sahiblərin Allah Subhanahu taala izzət edir. Çünki onlar yer üzərində Allahın kölgələridir. Allah Taala onlara xüsusi bərəkət verir, xüsusi köməklik verir. Onları kim hörmətli tutursa, adın sanını saxlayırsa, Allah da həmin şəxsi qiyamət günü hörmətli eləyəcək. Savabı, mükafatı bol olacaq. Amma kim ki onları gözdən salırsa, adından, sanından, vəzifəsindən, yaşından asılı olmayaraq, o şəxsə qiyamət günü rüsvayçılıq var, xüsran var. Dinimizdə nə qədər ayələr var ki, Allahın şəriəti ilə yaşayın, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olun və əmr sahibin ətrafında cəm olub toplanın. Onu eşidin, ona itaat edin. Bu da ikinci böyük səbəb oldu. Üçüncü böyük səbəb bizim əskərlərimizin, bizim qəhrəman oğullarımızın şücaəti, qəhrəmanlıqları, hansı ki, tarix kitabları, tarix dərsləri bunları qeyd edib artıq dərs kimi insanlara keçib başa salırlar. Əskərlərimizin, qəhrəmanlarımızın göstərmiş olduğu şücaəti, düşman qarşısında olan əzimkarlıqların xarici ölkələrdə dərs kimi keçirlər. Bir film kimi təqdim edirlər. Kitablar artıq bunu yazır. Ona görə biz bugün bu zəfər günlərində, bu qələbə günlərində bizə bu zəfəri, bu qələbəni qanları ilə, canları ilə bəxş edən qardaşlarımızı, soydaşlarımızı yadımıza salmalıyıq. Bugün onlar həyatda deyirlər. Allah Teala onları şəhidlik məqamına, dərəcəsinə qaldırdı. Allah Teala onları şəhidlərdən yazsın.
Bugün biz bu zəfəri o həyatda olmayan qardaşlarımızın hesabına keçiririk. Ona görə hər namazımızda, orucumuzda, səfərlərimizdə onlara dua etməliyik. Allahım, şəhidlərimizə rəhmət elə, qazilərimizə şəfa ver. Onların dərəcələrin, məqamların uca elə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bilin ki, cənnət silahların, qılıncların kölgəsi altındadır. Onlar o güllələrin, o tankların, o bombaların, o silahların artıq altında Allah Subhanahu taala onlara cənnəti bəxş edir. Qəbir əzabı yoxdur onlara. Çünki onlar qəbirdə görüləsi əzabı düşmənlə üzbəüz məqamda, döyüşdə artıq gördülər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, iki göz var ki, onlara cəhənnəm odu toxunmayacaq. Yəni, o iki gözün sahibi cəhənnəmə girməyəcək. Bir, Allah üçün ağlayan göz, Allah üçün ağlayan gözün sahibinə cəhənnəm odu yoxdur. İki, vətənin keşiyində dayanaraq oyaq qalan göz. Vətənin keşiyində dayanaraq oyaq qalan şəxsə cəhənnəm odu yoxdur. Allah Teala bizim şəhidlərimizi, qazilərimizi, eləcə də bizim bugün vətənimizin keşiyində dayanan əskərlərimizi o mərtəbəyə, o dərəcəyə qaldırsın. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, bir gecə vətənin keşiyində dayanıb oyaq qalmaq bir ay nafilə orucdan və bir ay nafilə namazdan xeyirlidir. Yəni, bir gecə vətənin keşiyində dayanırsan, postlarda, hüdudlarda qoruyursan vətəni bir ay nafilə namaz, bir ay nafilə orucdan xeyirlidir. Yəni, bu hədis bizə onu göstərir ki, bu əməllər üstün əməllərdir. Xeyirli əməllərdir. Çünki onların vətənin keşiyində dayanması ən birinci o vətəndə əminamanlığın, rahatçılığın olmağına səbəbdir. İkinci, o vətənin İslamı, müsəlmançılığı rahat şəkildə yaşamağına səbəbdir. Məscidlərdə azanlar oxunub namazların qılınmağına səbəbdir. Tohidi sünnəni rahatca yaşayıb şirkdən, bidətdən çəkinməyə səbəbdir. Sabah onlar olmasa, düşman hücum eləyəcək, əminamanlığımız, dinimiz, namusumuz, urfumuz, hər şeyimiz əldən gedəcək. Yaxın tarixdə ağsaqqallar bilirlər, məscidləri ambara çevirdilər, heyvan törələrinə çevirdilər. Din əldən getmişdi artıq. Sabah onların gəlişi demək, tohidin əldən gedib, şirkin gəlməsi, başqa-başqa uzaq bizim adət-ənənəmizə dinlərin gəlməsi demək idi. Amma onlar onu, Allah razı olsun, qanları bahasına, canları bahasına, bizim canımız geçsin, bizim həyatımız geçsin, amma ölkəmiz əminamanlıqda qalsın. Bizim namusumuz qorunsun, bizim adımız, sanımız, dinimiz qorunsun deyə öldülər. Peyğəmbər s.ə.v buyurur ki, kim vətəni qorumaq üçün ölürsə şəhiddir. Kim malı mülkü qorumaq üçün ölürsə şəhiddir. Kim arı namusu qorumaq üçün ölürsə şəhiddir. Yəni, onların təkcə bircə vətəni qorumağı şəhidlik məqamları yoxdur. Bunların hamısını onlar qorudu deyə hamısında onların şəhidlikdən payları var. Allah Subhanahu taala onları şəhidlərdən yazsın. Qazilərimizə şəfa versin, çoxlu-çoxlu. Buna görə də bizlər daima bu müzəffər, bu qalib, bu zəfər günlərimizdə onları dualarla yad eləməliyik. Ölkə başçımızın bizə öyrətmiş olduğu dua, Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Onların yaxınları var, ailələri var, övladları var. Onlara imkanımız çatdığından hörmət eləyək. Malla çatır malla, ərzaqla çatır ərzaqla. Maşında aparmaqla çatır maşında aparmaqla. Onların varislərin hörmətlərini saxlamaq. Çünki onlar bizə əmanət eləyib getdilər döyüşməyə, düşmən üzərinə. Yəni öz övladların, öz ailələrin bizə tapşırıb getdilər. Nə edə gücümüz çatır şəhid ailələrinə, şəhid övladlarına bizlər hörmət eləməliyik. Bu qalibiyyəti bizə gətirən səbəblərdən dördüncüsü cəmaatımızın göstərmiş olduğu birlik, bərabərlik. Birlik, bərabərlik. Yəni ön cəbhədə gedən döyüşlər qalsın qırağa, dünya, xalqımız
bizim arxa cəbhədə göstərilən birlikdən, bərabərlikdən danışılırdı. Ərzaq göndərmək, maddi, mənəvi köməklik. Hətta ailələr gördük ki, övladı bombanın altında qalıb, ölüb, vəfat eləyib, amma ölkə başçısından xahiş edir ki, birdən dayanarsan, dayanma, al Qarabağı, bu balalarımızın da intiqamı alınsın. Subhanallah. Gör, necə şücaət, necə böyük bir qəhrəmanlıq hələ bu arxa cəbhədə aparılan. Maddi mənəvi dəstəklər, hər gün biz görürdük, insanlar nəyə imkanı çatırdı, yeməyi, içməyi, meri, meyvəsi, pulu, hamısının qurbanlar nə qədər kəsildi. İslam cihadı budur. Əsl cihad bu idi. Birlik, bərabərlik varsa, Allahu Ekber sədaları, qardaşlıq, mehribançılıq, maddi mənəvi köməkliklər, bəs İslam cihadı bəs necə olur? Minlərlə qurbanlar kəsildi. Hər qələbədə insanlar sevinirdilər. İstər məscidlərdə, istər evlərdə qurbanlar kəsirdilər, paylayırdılar, cəbhəyə göndərirdilər. Bəs İslam cihadı necə olur? Belə olur. Əsl cihad elm əhlimizin buyurduğu kimi Qarabağda olan cihad idi və Allah Teala bizə bunu nəsil. Kafirdən uzun əsrlər boyu torpaq alınmırdı. Və Allah Teala müzəffərlə də Ali Başkan komandanımız onları, torpaqlarımızı geri aldı, onları da qovub göndərdi. Səbəblərdən biri də onlara qarşı göstərilən insaniyyət. Onlar 92-93-cü illərdə bizim soydaşlarımızı ayağı yalın, əli yalın çıxartmışlar Xozalıdan, Şuşadan. Çox adam qarda, buzda, donda elə torpaq üstündə ölmüşdü. O biri şəhərlərimizdən, Laçınımızdan, Ağdamımızdan, Kəlbəzərimizdən ayağı yalın qətlə yetirirlərdi. Maşın gəlirdi, elə bilirdilər ki, bu maşın bunları Bakıya aparacaq. Aparırlardı Ermənistana. Hamı birinci uşaqları, qızları, gəlinləri mindirirdi ki, biz nə olar? Əsas bunlar xilas olsun. Vertolyotla gəlirlərdi, anladırlardı cəmaatımızı ki, aparacaq döyüş olmayan bölgələrə, Bakıya və s. Qızları, gəlinləri cavan-cavan mindirirlərdi ki, bunlar xilas olsun, biz inşallah xilas olarıq. Sən demə, hiylə eləyib aparırlarmış özlərinə, Ermənistana. Amma biz onları necə yola saldıq? Dinc əhaliyi öldürmədi əskərlərimiz. Uşaqlara dəymədi. Hətta o məşhur bir paylaşılı video var. Uşaq qoyublar, çıxıb gediblər. Uşağa bizim əskərimiz süd verir, içirdir. Uşağa bizim əskərimiz çörək verir, o da qoyur ağzına. Halbuki erməni uşağıdır. Amma gör, əskərimiz əsl müsəlmançılıq, qəlbdə Allahın qorxusu bu deməkdir. O hörmətlə yanaşır. Yaşlılara dəymədilər, qocaları öldürmədilər. Hətta Allah razı olsun, icazə verildi ki, neçə gün ərzində assa tərk edib çıxıb bu torpaqlardan geçsinlər. Onlar bizi qıra-qıra, öldürə-öldürə, ayaq yalın, qarda, buzda, soyuqda, gecə saat 2-də, 3-də qovdular, amma biz insaniyyətli göstərir. Bax, əsl cihad bax belə olur. Peyğəmbər s.ə.v-in elədiyi kimi. Onlar nə ayırırlar? Ağacları qılmırdılar, kilsələrə dəymirdilər. Döyüşməyənlə deyirdi, döyüşməyin. Kim sizlə vuruşmur, siz də oyla vuruşmayın. Qocalara dəyməyin, yaşlılara dəyməyin, qadınlarla şüz yoxdur. Bax, əsl cihad, bax, bu bizim ölkəmizin apardığı cihad idi. Neçə-neçə məscidlər düşman tapdağından, kafir tapdağından, danlağından azad oldu. Qapısı namaza açıldı, azana açıldı, cemaat namazlarına açıldı. Neçə-neçə məscidlər tikildi, təməli qoyuldu, hələ də təməli qoyulur, hələ də tikilməyə davam edir. Bəs İslam cihadı necə olur? Neçə-neçə kilisələr məscidə çevrildi. Ölkə başçımız Məkkədən, Kəbədən gətirdiyi Qur'an-ı Kərimi Şuşa məscidinə, Ağdam məscidinə hədiyyə elədi. Necə görürsünüz, hörmətlə daxil olur ora. Çünki bu Allahın şüarlarına hörmət qoymaqdır. Allah Subhanahu taala buyurur: "Zalika ve men yu'azzim şa'airallah fe innaha min taqval qulub." Bax, bu Allahın nişanələrini, Allahın dinini hörmətli qoymaqdır. Buna səbəb qəlblərdə olan iman və təqvadır. İndiyənə qədər də İslam dünyasında, bütün dünyada Allah həmd olsun ki, ölkəmiz
ədəblə, əxlaqla, haqlı şəkildə döyüşüb, müharibə eləyib, torpağın geri qaytaran dövlət kimi Allah həmd olsun təqdim olunur. Allah Subhanahu taala daha da bizim adımızı, sarımızı uca eləsin. Allah Subhanahu taala bizi daha da güclü, qüvvətli, müzəffər eləsin. Ya Rabbi, bizi bir də torpaq etkisi ilə imtihana çəkmə. Aclıqla imtihana çəkmə. Düşman hiləsi ilə, düşman gülləsi ilə bizi ya Rabbi imtihana çəkmə. Bizi daima əmin-amanlıqlı et. Son nəfəsimizə qədər İslamı, müsəlmançılığı bu torpaqlarda, bu ölkədə yaşayıb həyata keçirməyə bizi müvəffəq et və müsəlman kimi bu dünyadan köçməyi bizə nəsib et. Allah Teala daima bu gözəl günləri toplaşıb bir yerə cəm olub yad eləməyi bizə nəsib eləsin, bizə ruzu versin. Allah Subhanahu taala həmd olsun ona ki, bizə bu qalibiyyəti bəxş elədi. Allah Subhanahu taala ölkə başçımızı razı olsun, ona kömək olsun. Allah Subhanahu taala bizim vətən müharibəmizdə dünyasını dəyişənlərimizə şəhidlik mərtəbəsini nəsib eləsin, onları şəhidlərdən yazsın və qazilərimizə kamil şəfa versin. Onların yaxınlarına səbir versin və Allah Teala bizi xalq olaraq heç vaxt onları unudub yaddan çıxartmayan bəndələrindən etsin. Nəinki 8 noyabr hər gün bizə zəfər günü olsun. Bizim üçün hər gün zəfər günü, hər gün qalibiyyət günü olsun. Allah Teala razı olsun. En güzelin, en doğrusunu Allah bilir. Subhaneke Allahümme bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruka ve etubu ileyk.